Yer deyib gəlməyən oğlan nə oğlandı? Özün dedi ki, bax Bərdəyə gəlirəm mən. Öz yerinə istəyir ki, atan oğlan nə oğlandı? Ha, mən Bərdəyə deyirəm, Tərtərliyəm. Sən elə insan deyirsən ki, mən sənə gəlim bir də şey eləyim, düz stolda oturma söhbət edeyim sənə. Niyə qalxıb deyirdin ki, gəlirəm Bərdəyə, belə edəcəm, elə edəcəm. Elə insan deyildim sən, niyə söz deyirdin? Deyərdin ki, sən elə insan deyilsən ki, mən gəlməyəcəm. Niyə deyirdin gəlim? Sən kimsən, mən sənə bir yerdə bir şey... Bir yerdə bir şey nədir? Söhbət edeyim. Kimsən axı? Mən heç kiməmsə niyə deyirdin, yaxşı Bərdəyə gələm mənə söhbət eləməyə? İndi sən nə yandırır? Sən nə yandırır? Məni yandıran odur ki, bir o kişi, bir oğlan, bir şəxsiyyət, bir özüm tanıyan insan deyirsə ki, falan yerə gəl, gəlirəm bura gəlmirsən, nədir o? Ala sən kimsən axı? Mən sənə eyni bir tərəzdə olan insan deyirəm. Mən sənin yerində görüşməliyim sənə. Ayət mən onu izah edirəm. Əgər mən heç kiməmsə, niyə mənə harasa çağırdın? Niyə deyirdin, bax, niyə qalxıb söhbət edirdin məndən? Həmişə mənlə olan, səviyyədə olan insan deyirsən. Mən səninlə niyə görüşməliyim? Sən səviyyən var ki, sən də bir səviyyədə olan. Sənin ümumiyyətlə nə səviyyən var? Nə səviyyən var? Vallahi mən səviyyəm də var. Məni də yaxşı tanıyırlar, səni də yaxşı tanıyırlar. Yaxşı. Hansı səviyyən var? Hansı səviyyən var? Yorum oxumaya söz tapıyanda yorum oxuyursan. Yorum oxumaya sual verirsən. Mənlə danışsan. Yorumdan mən Allah sonra eləyəm oxuyuram. Sən nə cəza alacam oxuyuram. Da sən kimsən axı? Neçənci səviyyəsən? Neçənci səviyyəsən? Ala sən adiyyatı yoxdur. Yoxsa səviyyə sözü mənası nədir? Onu deyəcək. Elə başa düşmür. Səviyyə sözü mənası nədir? Ay bilə, ay. Sən nə istəyirsən ay bu? Nə istəyirsən məndən? Səviyyə sözü mənası nədir? Onu istəyirəm deməyini. Sən fikrin nədir ümumiyyətlə? Niyə qoşulmusan bura mənə? Sən fikrin nədir? Bir də yox, sabat yox, bir mənalı cümlə yox, mənalı bir cavab yox. Nə bilim bir iddia yox, heç bir şey yoxdur. Bir insan sıfır səviyyədədir bir insan. Bir qırılıq bir söhbət eləmək qabiliyyəti yoxdur. Hardasa ayələr var, bu ayələr deyərlər. Onlar söyüşü çıxmaq şərtilə, onlar hardasa bir arqument ilə sürür. Cümlə qurub danışa bilir. Səsi qalmışam özün oldun burada. Bu insan sual versən cavab verə bilmir. Adama söz deyir, o sözün mənasını bilmir. Biri yazıb ki, mənə də paylaşıb. Necə baxırsınız buna? Kim mənə necə baxır, bilət? Ona sözü kim mənə necə baxır, bilət? Burada bilət, sənə tutaq ki, məsəl üçün, sənə bilət, uşaq zorlayan kimi baxsalar, sən uşaq zorlayansan. Sən kimsə fikrini danışırsan. Allah biz elə oğlanda olur ki, kimisə qabağından ye. Sən oğlandan danışma, yer gəlməmisən sən. Bərdiyini gəlmədin görüşə. Ala sən kimsən, mən sənə görüşə gəlir. Sən kimsən axı? Mən heç kiməmsə niyə çağırdın ora? Ay, bir niyə çağırdın? Mən gəlib səni çağırmışam ora. Mən heç kiməmsə, niyə dəyişmişsin gəl ola? Gəlirəm, nə bilim, sabah gəlirəm. Niyə gəlmədin bə? Gəlməyən oğlansa belə.